Hər kəsə salam. Tələbələrdən birinin atdığı bir sual var riyaziyyatdan. Asan bir sual, sadəcə olaraq belə çəkib göstərmək istədim. Maraqlı bir sualdır. Sual belədir. Bir-iki dənə işarələmə dəyişməsi eləyəcəm. Ondan sonra başlayarıq. Yeni tədrisdə də mən bildiyim qədərilə kotangens kod olaraq yazılır. Amma mənə daha rahat olan versiyada bunu təzədən ifadə eləməyə çalışacağam. Suala belə baxaq biz. Deyək ki, bizdə sinus 2x və burada olsun kotangens 4x və aşağıda olsun x vurulmuş kotangens 3x. Deməli, bildiyimiz kimi bir-iki dənə nüansa baxaq, ondan sonra gedərik ki, kotangens alfa eyniliklə bərabərdir bizdə. Üzr istəyirəm. Kosinus alfa bölünmüş sinus alfaya. Yəni bu əvəzləməni burada tətbiq eləyək. Onda buradan aldığımız nəticə etibarilə belə bir şey olur. Deyirik ki, sinus 2x kotangensin yerinə daima yaza bilərik. Kosinus 4x. Bunu biraz uzadaq. Bunun aşağı hissəsini yazıram. Sinus 4x. Orada qalan hissə nədir? X vurulmuş. Bunu da uzadaq. Bu da buna aidiyyatı yoxdur. Olacaq kosinus 3x. Bunun da aşağıdakı da yuxarıya qalxacaq. Yəni belə deyək də. A bölünmüş B varsa bizdə bu yuxarıya qalxır. Düzdür? O da olacaq sinus 3x-ə. İndi sizdə sinuslu hər hansı bir funksiya varsa və limitini hesablamaq istəyirsinizsə, davamlı olaraq belə bir gedişatı eləmək mümkündür. O da nədir? Görkəmli limitlərdən L'Hopital qaydasını onsuz da biz isbatını vermişik kanalda. Görkəmli limitlərdən biri olan belə bir limitimiz var bizim. Limit x gedəndə sonsuz üzr istəyirəm sıfıra sinus x bölünmüş x. Əgər ki sizin surət və məxrəc hər ikisi eyni zamanda 0 və yaxud sonsuzluğa hərəkət eləyə bilirsə, o zaman surətin və məxrəcin ayrılıqlı törəmələri ilə əvəzlənməsi mümkündür. Əgər əvəzlənsəydi alacağımız nəticə bu olardı ki, x gedəndə 0-a bilirik ki, sinusun törəməsi bizdə kosinusu verəcək. İçin törəməsi də 1-dir deyə yazmıram. Aşağıda 1 qalır. 0-ı yerinə qoyanda cavab 1 çıxır. Deməli, bu funksiyanın törəməsi ümumilikdə 1-ə bərabər. O zaman siz sinus alfa bölünmüş alfa tipli limitlərdə hər zaman bunu almağa çalışmalısınız, ifadə edə bilirəm. Onu nə cür ala bilərik? Bu belə bir gediş eləməyə çalışaq. Deyək ki, sinus 2x bölünmüş 2x, baxın fikir verin. O buradakı vəziyyəti almağa çalışır. Vurulmuş, bizdə deyək kosinus əli yerində saxlayıram. Kosinus 4x vurulmuş sinus 3x bölünmüş 3x. Yəni öz başımdan nəsə yazmaq ixtiyarım varmı deyə soruşsaz, səbr eləsəz bir yerdə görəcəksiniz ki, eləmək olar. Aşağıda bizdə alınanlar budur ki, sinus bir dəqiqə 4x bölünmüş 4x vurulmuş x vurulmuş kosinus 3x. Nə əlavə eləmişsiniz, qırağa əlavə eləyin getsin. Yaxşı, nəyə əlavə eləmişsinizsə qırağa əlavə eləyin getsin orada. Məsələn, fikir verin. Burada əlavə elədiyimiz nədir? Bu 2 aşağıya düşəcək, o 2-ni ləğv eləmək lazımdır. 2x vurulmuş. Bu 3 aşağıya düşəcək, o 3x-i ləğv eləmək lazımdır. İndi 4 yuxarıya qalxacaq, burada da 4x-i ləğv eləmək lazımdır. Aydındır. Yəni çox bəsit bir surətdə onları ləğv elədik, sonluğu artırmaqla. İndi bax bu x-lə bu x-i apardım. Bu x-lə də bu x-i apardım. Məxrəcdə 0 qalmadığına görə mənim sualım əslində asanlaşdı. Onda geriyə qalan vəziyyətdə də bu 2 ilə də bu 4-ü aparsaq bu qalacaq. İndi başdan verilən limit əslində parçalana bilərmiş. Limitlərdə belə bir xassəsə var ki, əgər ki vuruqlarda olan limitlərdən söhbət gedir, bu şəklə gətirib çıxarda bilmirsinizsə də əvəzləmə metoduna gedə bilirsiniz. Məsələn, atıram, limit hansısa x yaxınlaşanda a dəyərində sizdə deyək ki, f x vurulmuş gx tipli bir dənə funksiya varsa, belə qarışıq bir funksiyadan söhbət gedir ki, içərisində 2 dənə funksiyanı saxlayan funksiya olsun. Biz bunları bu şəkildə apara bilirik. Deməli, a-ya fx vurulmuş limit x yaxınlaşanda a-ya, burada da bir gx yaza bilirik bu formata. Bunların hamısına tətbiq etsə, yəni limiti içəriyə paylamağa başlasa, onda alacağımız nəticə budur. Bir dənə diqqətlə baxın, sual bitir. Onda alırıq limit x yaxınlaşanda 0-a yuxarıdakı. Hətta bunu yazmaq olar normalda. Mən hamısını yazacağam. 0-a yaxınlaşan halıdır. Bizdə olacaq sinus 2x bölünmüş 2x. Ümumi bir dənə mötərizə açıram buna. Vurulmuş limit
x yaxınlaşanda 0-a bir dəqiqə. Kosinus 4x vurulmuş limit x yaxınlaşanda 0-a tam başa düşür buranı. Sinus 3x, burada da bir 3x'imiz var. Aşağıda bizdən alınır. Limit x yaxınlaşanda 0-a burada olacaq sinus 4x bölünmüş 4x. Bu da getdi. Və limit x yaxınlaşanda 0-a burada bizdə kosinus 3x. Əlavəsində bax bu hissədə qalıb bizdə, yəni o limitin içərisində bir dənə də bu sabitin limiti özünə bərabərdir. Belə də saxlayıram. Düşürük aşağıya. Bərabərdir. Gəlin baxaq. Bu eyniliklə və yuxarıda dediyimizdir. Eyniliklə hətta. Yəni x-in 0-a getməsi onun 2-yə vurulmuş vəziyyətində 0-a getməsi deməkdir. Onun 3-ə vurulmuş vəziyyətində 0-a getməsi deməkdir və onun 4-ə vurulmuş vəziyyətində 0-a getməsi deməkdir. Yəni bu limitlərin hər birini 4, bura 2, bura 3 yazmaqla dəyişə bilərik biz. Orada hər hansı bir problemimiz yoxdur. İzah edə bilirəm. Buna görə avtomatik olaraq, yəni sonradan bu 2, 3, 4 kimi x-ləri də bir y ilə əvəzləsə, yenə də buna gələcək də. Onda limit y yaxınlaşanda 0-a sinus y bölünmüş y-ə. Ona görə nəticə etibarı ilə 1 vurulmuş. Kosinus bax burada da gördünüz 1-ə gedəndə eyni söhbətlərdəmiz. 1 vurulmuş 1, aşağıda 1 vurulmuş 1. Uzun sözün lap uzunu cavabımız 1.5-dir. Ümid edirəm açıqlayıcı, anlaşıqlı oldu. Sual öz-özlüyündə fərqli yaxınlaşmalarla da getmək olar. Məsələn, 0-ı qoyanda məxrəcin onsuz da 0 sürətinə 0-a getdiyini görüb, törəməsindən də həll eləmək mümkün təbii olaraq. Sadəcə fikir versəz görəcəksiniz ki, törəmə o qədər asan getmir. Birinci onsuz da siz onu sadələşdirməlisiniz, sadələşdirmələrdən sonra törəməyə baxmalısınız. Törəmədə də cəmlər əmələ gələcəyindən sonradan işin içindən çıxmaq çətinləşir. Maksimum dərəcədə sinuslu bir funksiya görürsünüzsə də onu götürün. Dediyimiz kimi görkəmli limitin xassəsini tətbiq edə biləcəyiniz vəziyyətə gətirin. Bu qədər. Ümid edirəm açıqlayıcı faydalı olmuşdur. Sağ olun, salamat qalın, gecəniz xeyir.